Başlanğıc sürəti 10 metr bölünmüş saniyə olan avtomobil düz xəttli bərabər təcili hərəkət edir. 5-ci saniyənin sonunda sürəti 30 metr bölünmüş saniyə olan bu avtomobilin təcilinin modulunu hesablayın. Bərabər təcili hərəkətdə təcil A bərabərdir V çıxılsın V0 bölünmüş T ifadəsi ilə müəyyən edilir. Burada V 5-ci saniyənin sonundakı sürətdir. Şərtə əsasən avtomobilin 5-ci saniyənin sonundakı sürəti 30 metr saniyədir. Başlanğıc sürəti isə V0 10 metr bölünmüş saniyədir. Deməli, zaman müddəti də 5 saniyə olduğunda onda təcil A bərabər olacaq 30 çıx 10 böl 5. 30-dan 10 çıxsaq 20, 20-ni də 5-ə böləndə eləyəcək 4 metr bölünmüş saniyənin kvadratı. Doğru cavab C bəndi. Cisim X ox istiqamətində 5 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edir. Bu cisim K nöqtəsini keçdikdən 10 saniyə sonra M nöqtəsinə çatır. M nöqtəsinin koordinatını hesablayın. X oxu istiqamətdə düz xəttli bərabər sürətli hərəkətdə koordinat zaman tənliyinin ümumi şəkili X bərabərdir X0 üstə gəlinsin Vx T şəklindədir. Şərtə əsasən cisim başlanğıc anda K nöqtəsini keçir. Deməli, X0 koordinatı 10 metrdir. Üstə gəl və cisim X ox istiqamətdə hərəkət edir. Cismin də sürəti 5 metr bölünmüş saniyə. Deməli, Vx-in yerində olacaq 5. Deməli, cismin koordinat zaman tənliyi 10 üstə gəlinsin 5T şəklində olacaq. 10-cu saniyənin sonunda cismin koordinatını hesablasaq, X bərabərdir 10 üstə gəl 5 vur 10. 5-i 10-a vursa 50 üstə 10 gəlsə eləcək 60 metr. Beləliklə, M nöqtəsinin koordinatı 60 metr olacaq. Doğru cavab E bəndi. 1,8 kilometr bölünmüş dəqiqə sürəti metr bölünmüş saniyə ilə ifadə edin. 1,8 kilometr bölünmüş dəqiqə bərabərdir. 1,8 vurulsun. 1 kilometr 1000 metrdir. 1 dəqiqədə 60 saniyədir. Sıfırlar ixtisar olunacaq. 1,8-i 100-ə vursaq eləyəcək 180. 180-i də 6-ya bölsək eləyəcək 30 metr bölünmüş saniyə. Doğru cavab B bəndi. Durğun suya nəzərən sürəti 15 metr bölünmüş saniyə olan motorlu qayıq çayın axınının əksi istiqamətində bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti 1 metr bölünmüş saniyə olarsa, qayıq 5 saniyə ərzində nə qədər yol gedər? Şərtə əsasən qayıq çay axınının əksi istiqamətdə hərəkət edir. Onda qayığın sahildə sükunətdə olan müşahidəçiyə nəzərən sürəti bərabər olacaq. Qayığın suya nəzərən sürəti çıxılsın çayın sürəti. Şərtə əsasən qayığın suya nəzərən sürəti 15 metr saniyədir. Çayın axın sürəti də 1 metr saniyədir. Deməli, qayığın sahilə nəzərən sürəti olacaq 14 metr bölünmüş saniyə. Onda 5 saniyə ərzində qayığın getdiyi yol S bərabərdir V vurulsun T düsülə hesablanılacaq. V 14 metr bölünmüş saniyədir. T də 5 saniyə. O da bərabərdir 70 metr. Doğru cavab C bəndi. Sürət zaman tənliyi V bərabər 20 çıxılsın 4T mötərizə metr bölünmüş saniyə şəklində olan cismin nə qədər vaxtdan sonra dayandığını hesablayın. Şərtə əsasən cismin sürət zaman tənliyi V bərabərdir 20 çıxılsın 4T şəklindədir. Cisim dayanan anda sürət sıfıra bərabər olacaq. Bu tənlikdən T-ni hesablaya bilərik. Beləliklə 4T bərabər olacaq 20-yə. T də bərabərdir 20 bölünmüş 4, o da bərabərdir 5 saniyə. Yəni cisim 5-ci saniyənin sonunda dayanacaq. Doğru cavab D bəndi. Sürət vektorlarının istiqamətləri təsvir olunmuş iki cisim X oxu boyunca hərəkət edir. Əgər hər iki cisim düz xəttli bərabər yeyinləşən hərəkət edirsə, cisimlərin təcillərinin proyeksiyaları üçün hansı münasibət doğrudur? Şəkildən göründüyü kimi, birinci cisim X oxunun əksi istiqamətində hərəkət edir. Şərtə əsasən, birinci cisim düz xəttli bərabər yeyinləşən hərəkət edir. Düz xəttli bərabər yeyinləşən hərəkətdə təcil vektoru sürət vektoru istiqamətdə yönəlir. Deməli, birinci cismin təcil vektoru X oxunun əksinədir. Onda A1-in X oxu üzrə proyeksiyası mənfi olacaq. Yəni, A1X kiçikdir 0 olacaq. İkinci cisim X oxu istiqamətdə hərəkət edir. İkinci cisimdə düz xəttli bərabər yeyinləşən hərəkət etdiyindən İkinci cismin təcil vektoru sürət vektoru istiqamətdə yönələcək. Başqa sözlə, ikinci cismin təcil vektoru X oxu istiqamətdə yönəlir. Onun X oxu üzrə proyeksiyası
müsbətdir. Beləliklə, doğru cavab E bəndidir. X ox istiqamətində düzxəttli bərabər sürətlə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Düzxəttli bərabər sürətli hərəkətdə cismin sürəti zaman keçdikcə dəyişmir və koordinat zaman tənliyi x bərabərdir x0 üstə gəlinsin vxt şəklində olacaq. Xüsusi halda x0 0-a bərabər olarsa və cisim x ox istiqamətdə hərəkət edərsə, onda x bərabər olacaq v vurulsun t. V sabit olduğundan deməli x t ilə düz mütənasib asılı olacaq. Bu hala uyğun qrafik E bəndə göstərilib. Doğru cavab E bəndidir. R radiusda çevre üzrə sabit sürətlə hərəkət edən cisim t zaman müddətində n dövr edir. Cismin sürəti hansı ifadə ilə təyin olunur? Çevre üzrə bərabər sürətli hərəkətdə xətti sürət v bərabərdir 2pi r vurulsun n ifadəsi ilə təyin olunur. Burada n dövr etmə tezliyidir. Dövr etmə tezliyi bərabərdir dövrlər sayı bölünsün zaman. Bu ifadəni də düsturda nəzərə alsaq, deməli v bərabər olacaq 2pi r vurulsun dövrlər sayı bölünmüş zaman. Doğru cavab C bəndi. Verilmiş radiusda çevre üzrə bərabər sürətlə hərəkət edən cismin K nöqtəsindən keçən anda sürət və təcil vektorlarının istiqamətlərini müəyyən edin. Şəkildən göründüyü kimi cisim saat əqrəbinin hərəkətinin əksi istiqamətində dövr edir. Sürət məlumdur ki, çevrəyə toxunan istiqamətdə yönəlir. Deməli, K nöqtəsində sürət çevrəyə toxunan istiqamətdə belə yönələcək. K nöqtəsində təcil radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Deməli, təcil vektorunun istiqaməti də belə olacaq. Beləliklə, doğru cavab B bəndidir. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində xətti sürətin çevrənin radiusundan asılı diaqramı verilmişdir. Hansı nöqtə mərkəzə qaçma təcilinin ən böyük qiymətinə uyğundur? Mərkəzə qaçma təcili A bərabərdir V kvadratı bölünmüş R ifadəsi ilə təyin olunur. Deməli, mərkəzə qaçma təcilinin ən böyük qiyməti sürətin ən böyük, radiusun isə ən kiçik qiymətinə uyğundur. 1 və 2 nöqtələri sürətin ən böyük qiymətinə uyğundur. 1 və 4 nöqtələri isə radiusun ən kiçik qiymətinə uyğundur. Bunların kəsişmə nöqtəsi 1-dir. Deməli, doğru cavab olacaq A bəndi. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə tezliyini 2 dəfə azaltdıqda onun dövrətmə periodu necə dəyişər? Dövrətmə periodu dövrətmə tezliyi ilə tərs mütənasibdir. Yəni T bərabərdir 1 bölünmüş n. Dövrətmə tezliyini 2 dəfə azaltdıqda dövrətmə periodu 2 dəfə artar. Doğru cavab A bəndi. Saatın dəqiqə əqrəbinin dövrətmə periodunun zamandan asılı qrafiki hansıdır? Saatın dəqiqə əqrəbinin dövrətmə periodu 60 dəqiqə, o da bərabərdir 1 saatdır. Bu sabit kəmiyyətdir. Saatın dəqiqə əqrəbinin dövrətmə periodu zaman keçdikcə dəyişməz. Doğru cavab B bəndi. Maddi nöqtə R radiusda çevrə üzrə bərabər sürətlə hərəkət edir. Dövrətmə periodunun yarısına bərabər zaman müddətində mötərizədə kiçik T bərabərdir böyük T bölü 2, maddi nöqtənin yer dəyişməsinin modulunu hesablayın. Tutaq ki, maddi nöqtə saat əqrəbinin hərəkətinin əksi istiqamətində R radiusu çevrə üzrə hərəkət edir və A nöqtəsindən keçdikdən sonra periodun yarısına bərabər zaman müddətində maddi nöqtə diametral bir əks nöqtə olan hər hansı B nöqtəsinə çatır. Buradan göründüyü kimi maddi nöqtənin yer dəyişməsi AB parçasının uzunluğuna bərabər olacaq. AB parçası diametr olduğundan demək maddi nöqtənin yer dəyişməsi 2R-ə bərabər olacaq. Doğru cavab C bəndi. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrlər sayının zamandan asılılıq qrafikinə əsasən dövrətmə tezliyini hesablayın. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə tezliyi kiçik n bərabərdir. Dövrlər sayı böyük n bölünmüş zaman müddəti T düsturla təyin olunur. Bərabərdir. T bərabərdir 4 saniyə zaman müddətində maddi nöqtə 8 tam dövr edir. Deməli, o da bərabər olur. 8-i 4-ə bölsək, eləyəcək 2 saniyə üstü mənfi 1, yəni 1 bölü saniyə. Doğru cavab A bəndi. S yer dəyişmə vektorunun X oxu üzrə proyeksiyasını hesablayın. S yer dəyişmə vektorunun X oxu üzrə proyeksiyası, yəni Sx bərabərdir.
son koordinat çıxılsın başlanğıc koordinat. Şəkildən göründüyü kimi yer dəyişmə vektorunun son koordinatı 10 metrdir. Başlanğıc nöqtəyə uyğun koordinat isə 2 metrdir. Ondan 2 çıxsaq eləyəcək 8 metr. Doğru cavab D bəndi. Metr bölünmüş saniyə kvadratı ifadəsi hansı fiziki cəmiyyətin vahidinə uyğundur? Məlumdur ki, metr bölünmüş saniyə kvadratı təcilin BSD vahididir. Doğru cavab E bəndi. A, B, C, D, K, M trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən M nöqtəsinə gedən maddi nöqtənin yolunu və yer dəyişməsinin modulunu hesablayın. Mötərizədə bölgülər bərabərdir. Maddi nöqtənin yolu L bərabərdir. A, B, üstəgəl B, C, üstəgəl C, D, üstəgəl D, K, üstəgəl K, M. Yəni, bu parçaların uzunluqları cəmi maddi nöqtənin getdiyi yola bərabərdir. L bərabərdir. AB parçasının uzunluğu 3 bölgüdür. Hər bölgü 1 metr olduğundan, deməli AB parçasının uzunluğu olacaq 3 metr. BC parçasının uzunluğu 4 bölgüdür. Hər bölgüdə 1 metr olduğundan bu da 4 metr eləyəcək. Uyğun olaraq CD parçasının uzunluğu 5 metrdir. DK parçasının uzunluğu 4 və KM parçasının uzunluğu 2 metrdir. Hesablasaq bu eləyəcək 18 metr. Deməli, maddi nöqtənin getdiyi yol 18 metrdir. Məlumdur ki, yer dəyişmə trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Baxılan halda yer dəyişmənin modulu AM parçasının uzunluğuna bərabərdir. Bu parçanın uzunluğu 8 bölgüdür. Hər bölgüdə 1 metr olduğundan yer dəyişmə olacaq 8 metr. Doğru cavab D bəndi. Verilmiş radiusda çeviri üzrə bərabər sürətli hərəkətdə xətti sürətin dövrətmə periodundan asılılıq qrafiki hansıdır? Verilmiş radius çeviri üzrə hərəkətdə xətti sürət V bərabərdir 2 pi r bölünmüş t ifadəsi ilə müəyyən edilir. Şərtə əsasən radius müəyyən bir sabit qiymətə malikdir. 2 pi vuruğu da sabit olduğundan, deməli 2 pi r vuruğu sabit olacaq. Beləliklə, xətti sürət dövrətmə periodu ilə tərs mütənasibdir. Bu hala uyğun qrafik C bəndində göstərilib. Doğru cavab C bəndi. Xətti sürəti 6 metr bölünmüş saniyə olan maddi nöqtə verilmiş radiusa çeviri üzrə bərabər sürətlə hərəkət edir. Dövrətmə periodu 2 saniyə olan bu maddi nöqtənin 5 tam dövr ərzində getdiyi yolu hesablayın. Məlumdur ki, dövrətmə periodu 1 tam dövrə sərf olunan zamandır. Beləliklə, 1 tam dövrə sərf olunan zaman 2 saniyədir. Onda 5 tam dövrə sərf olunan zaman T bərabər olacaq. Dövrlər sayı vurulsun dövrətmə periodu bərabərdir. Dövrlər sayı 5-dir. Dövrətmə periodu da 2 saniyədir. O da bərabərdir 10 saniyə. Deməli, 5 tam dövrə sərf olunan zaman 10 saniyədir. Maddi nöqtə 6 metr bölünmüş saniyə sürətlə bərabər sürətlə hərəkət etdiyindən onun getdiyi yol S bərabərdir V vurulmuş T düsturu hesablanacaq. V 6 metr bölünmüş saniyədir. T də 10 saniyə olduğundan bərabərdir 60 metr. Doğru cavab E bəndi. Çubuğun uzunluğunu və xəttkeşin xətasını müəyyən edin. Şəkildən göründüyü kimi çubuğun uzunluğu L bərabərdir. 9 çıxılsın 2 bərabərdir 7 cm. O da bərabərdir 70 mm-dir. Xəttkeşin bir bölgüsü 1 mm-dir. Xəta da bir bölgünün yarısına bərabər olduğundan, deməli, xəttkeşin xətası olacaq 0,5 mm. Doğru cavab B bəndi. Cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Bu cismin getdiyi yolun zamandan asılı qrafiki hansıdır? Sürətin modulunun zamandan asılı qrafikindən göründüyü kimi, sürət zamanla düz mütənasibdir. Və başlanğıc sürət 0-a bərabər olduğundan, bu halda sürət zaman tənliyi V bərabərdir A vurulmuş T şəklində olacaq. Burada A təcildir. Deməli, cisim sükunət vəziyyətindən düz xəttli bərabər yeyinləşən hərəkət edir. Bu hala uyğun yol zaman tənliyi L bərabərdir A T kvadratı bölünmüş 2 olacaq. Yəni, gedilən yol zamanın kvadratı ilə düz mütənasibdir. Bu asıllığa uyğun qrafiki isə A bəndində göstərilib. Doğru cavab A bəndi. Yol və yer dəyişmə üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin.
1. Skalyar fiziki cəmiyyətdir. Yol skalyar fiziki cəmiyyətdir. 2. Vahidi BC-də əsas vahiddir. Yolun və yer dəyişmənin BC-də vahidi metrdir. Metr də BC-də əsas vahiddir. 2. Hər ikisinə uyğun gələcək. Trayektoriyanın uzunluğuna bərabərdir. Yol trayektoriyanın uzunluğuna bərabərdir. Qapalı trayektoriya üzrə hərəkətdə sıfıra bərabərdir. Yer dəyişmə qapalı trayektoriya üzrə hərəkətdə sıfıra bərabərdir. Doğru cavab D bəndi. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Açar sözlər 1. Dövr etmə tezliyi, 2. Xətti sürət, 3. Təcil, 4. Dövr etmə periodu. Sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki cəmiyyət təcildir. Deməli, birinci boşluğa uyğun gəlir təcil. Maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zaman dövr etmə periodudur. İkinci boşluğa uyğun gəlir dövr etmə periodu. Çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlər sayı dövr etmə tezliyidir. Növbəti boşluğa uyğun gəlir dövr etmə tezliyi. Maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Xətti sürət maddi nöqtənin çevrə üzrə hərəkət sürətinin moduluna deyilir. Sonuncu boşluğa uyğun gəlir xətti sürət. Beləliklə cavab vərəqində cavab 3, 4, 1, 2 şəklində kodlaşdırılmalıdır. Sükunət halından 4 metr bölünmüş saniyə kvadratı təcillə düzxətli bərabər yeyinləşən hərəkət edən cismin ilk 6 saniyə ərzində getdiyi yolu metr ilə hesablayın. Başlanğıc sürət sıfıra bərabər olduğundan şərtə əsasən cisim sükunət halına hərəkət edir. Cismin getdiyi yol S bərabərdir A T kvadratı bölünmüş 2 ifadəsi ilə hesablanıla bilər. Cəmiyyətlərin qiymətini yerinə yazmaqla gedilən yolu hesablaya bilərik. S bərabərdir A şərtə əsasən 4 metr bölünmüş saniyə kvadratı vurulsun. T də 6 saniyədir. 6-nın kvadratı böl 2 bərabərdir. 4-ü 2-yə bölsək 2, 6-nın kvadratı 36, 2-ni də 36-ya vursaq 72 metr. Doğru cavab 72. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin el kənar nöqtəsinin xətti sürəti 6 metr bölünmüş saniyə olarsa, diskin dövr etmə periodunu saniyə ilə hesablayın. Mötərizədə pi bərabərdir 3, bölgülər eynidir. Baxılan halda el kənar nöqtəsinin xətti sürəti V bərabərdir 2 pi r bölünmüş t ifadəsi ilə təyin oluna bilər. Burada r diskin radiusudur. Şəkildən görüldüyü kimi diskin radiusu OL məsafəsinə bərabərdir. OL məsafəsi 3 bölgüdür. Hər bölgüdə 0,1 metr olduğundan radius 0,3 metr olacaq. Yazdığımız bu ifadədən periodu təyin edə bilərik. T bərabərdir 2 pi r bölünmüş V-yə. Uyğun cəmiyyətlərin qiymətlərini yerinə yazaq. T bərabərdir 2 vurulsun. Pi şərtə əsasən 3-dür. Vurulsun. R hesabladıq ki 0,3 metrdir. Bölünmüş V şərtə əsasən 6 metr bölünmüş saniyədir. Bərabərdir. 2-ni 3-ə vursaq 6, 6 ilə 6 ixtisar gedər. T bərabər olacaq 0,3 saniyə. Doğru cavab 0,3. Düz xəttə hərəkət edən cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. 1 və 2 nöqtələrinə uyğun cismin sürətinin və təcilinin modulları arasında hansı münasibət doğrudur? Qrafikdən göründüyü kimi cisim düz xəttli bərabər yavaşlayan hərəkət edir. Bu hərəkətə uyğun sürət zaman tənliyi V bərabərdir. V0 çıxılsın AT şəklində olacaq. Burada A təcildir. Təcil zaman keçişə dəyişmir. Yəni cisim düz xəttli bərabər yavaşlayan hərəkət edir. Və zaman keçdikcə sürətin qiyməti azalır. Yəni bir nöqtəsinə uyğun sürətin qiyməti 2 nöqtəsinə uyğun sürətin qiymətindən böyükdür. 3-cü bənddə göstərilən ifadə doğrudur. Bərabər təcili hərəkətdə təcilin qiyməti dəyişmir. 5-ci bənddə göstərilən ifadə doğrudur. Beləliklə doğru cavab vərəqində 3, 5 şəklində kodlaşdırılmalıdır. A, B, C, D trayektoriyası üzrə hərəkət edən velosipedçi AB hissəsində bərabər yeyinləşən BC və CD hissələrində bərabər sürətlə hərəkət edir.
Uyğunluğu müəyyən edin. 1 AB hissəsində, 2 BC hissəsində mötərizədə yarımçevrə, 3 CD hissəsində. A bəndi təcil sıfıra bərabərdir. B bəndi bərabər zaman fasilələrində gedilən yollar fərqlidir. C bəndi təcil vektoru sürət vektoru istiqamətində yönəlir. D bəndi təcil vektoru sürət vektorunun əks istiqamətində yönəlir. E bəndi təcil vektoru sürət vektoruna perpendikulyar istiqamətdə yönəlir. Birinci AB hissəsində. Şərtdən göründüyü kimi velosipedçi AB hissəsində düz xəttli bərabər yeyinləşən hərəkət edir. Düz xəttli bərabər yeyinləşən hərəkətdə bərabər zaman fasiləsində gedilən yollar fərqlidir. Deməli, 1-ə uyğun gəlir B bəndindəki ifadə. Bir də düz xəttli bərabər yeyinləşən hərəkətdə təcil vektoru sürət vektoru istiqamətinə yönəlir. Deməli, birinci bəndə B və C bəndlərindəki ifadələr uyğun gəlir. Birinci hala B və C bəndlərindəki ifadələr uyğun gəlir. İkinci, BC hissəsi yarımçevrədir və çevri üzrə hərəkətdə təcil vektoru sürət vektoruna perpendikulyar istiqamətdə yönəlir. Deməli, BC hissəsində təcil vektoru sürət vektoruna perpendikulyardır. 2-yə də uyğun gələcək E bəndindəki ifadə. Və nəhayət, CD hissəsində şərtə əsasən velosipedçi düz xəttli bərabər sürətdə hərəkət edir. Düz xəttli bərabər sürətdə hərəkətdə təcil sıfıra bərabərdir. 3-ə də uyğun gəlir A bəndindəki ifadə. Beləliklə doğru cavab 1-ə uyğun gəlir BC, 2-yə uyğun gəlir E, 3-ə uyğun gəlir A. Başlanğıc halda sükunətdə olan avtomobilin təcilinin modulunun zamandan asılı qrafiki verilmişdir. İlk 10 saniyə ərzində avtomobilin necə hərəkət etdiyini yazın, cavabınızı əsaslandırın. Şərtə əsasən başlanğıc anda avtomobil sükunətdədir, yəni V0 sıfıra bərabərdir. Qrafikdən göründüyü kimi ilk 5 saniyə zaman müddətində avtomobil A bərabərdir 4 metr bölünmüş saniyə kvadratlı təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edir. İlk 5 saniyə üçün sürət zaman tənliyi V bərabərdir A vurulsun T, o da bərabərdir 4T şəklində olacaq. 5-ci saniyənin sonunda avtomobilin sürəti 4 vur 5 bərabərdir 20 metr bölünmüş saniyə olacaq. Qrafikdən göründüyü kimi son 5 saniyə ərzində, yəni 5 saniyədən 10 saniyə zaman intervalında avtomobilin təcili sıfıra bərabərdir. Bu zaman intervalında avtomobil V bərabərdir 20 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətli hərəkət edəcək. 30 metr bölünmüş saniyə və 25 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edən iki avtomobilin başlanğıc zaman anda vəziyyətləri təsvir edilmişdir. İlk 4 saniyə ərzində avtomobillər arasındakı məsafəni hesablayın. Şəkildən göründüyü kimi başlanğıc zaman anında avtomobillərin üfüqi koordinatları eynidir. 4 saniyə ərzində hər bir avtomobilin getdiyi yolu hesablayaq. Avtomobillər düz xəttli bərabər sürətlə hərəkət etdiyindən onda gedilən yol S bərabərdir VT düzsürə hesablanılacaq. S1 bərabərdir V1 vur T bərabərdir V1 30 metr bölünmüş saniyədir. Vurulsun 4 saniyə bərabərdir 120 metr. S2 də bərabər olacaq V2 vur T, o da bərabərdir 25 metr saniyə vurulsun 4 saniyə bərabərdir 100 metr. Onda avtomobillər arasındakı məsafə olacaq S1 üstəgəl S2 bərabərdir 120 metr üstəgəl 100 metr 220 metr. Doğru cavab 220 metr. Başlanğıc sürəti 30 metr bölünmüş saniyə olan cisim X oxu istiqamətində düz xəttli bərabər təcili hərəkət edir. Bu cismin təcilinin proyeksiyası AX bərabərdir -6 metr bölünmüş saniyə kvadratı olarsa, ilk 10 saniyə ərzində sürətinin modulunun zamandan asılı qrafikini çəkin. Mötərizədə qrafiki asıllıqda sürətin qiymətini metr bölünmüş saniyə, zamanı saniyə ilə ifadə edin. Şərtdən göründüyü kimi cisim düz xəttli bərabər təcili hərəkət edir. Düz xəttli bərabər təcili hərəkətdə sürətin proyeksiyasının zamandan asılı tənliyi Vx bərabərdir V0x üstə gəlinsin AX T şəklindədir. Şərtə əsasən cisim X oxu istiqamətdə hərəkət edir və başlanğıc sürət 30 metr bölünmüş saniyədir. Deməli, V0x-in yerinə yazacaq 30. Vx bərabərdir 30. AX də -6 olduğundan çıxılsın 6T. Bu tənlikdən göründüyü kimi cisim
əvvəlcə düz xəttli bərabər yavaşlayan hərəkət edir. Müəyyən zaman müddətindən sonra cismin sürəti 0 olacaq və hansı zaman anında cismin dayandığını müəyyən etmək üçün V-ni 0-a bərabər etmək lazımdır. Bu tənlikdən həmən zaman anını hesablaya bilərik. Deməli olacaq 6t bərabərdir 30, t-də bərabərdir 30 bölünmüş 6 bərabərdir 5 saniyə. Beləliklə ilk 5 saniyə ərzində cisim x oxu istiqamətində düz xəttli bərabər yavaşlayan hərəkət edir və 5-ci saniyənin sonunda cisim bir anlıq dayanır. Cismin sürətinin modulunun zamandan asılılığı isə V bərabərdir 30 çıxılsın 6t şəklində olacaq. Bu tənliyə uyğun qrafiki çəksək, deməli, buraya yazırıq sürət V metr bölünmüş saniyə. Burada yazırıq T saniyə. Burada başlanğıc zamanı. Başlanğıc zamanında cismin sürəti 30 metr bölünmüş saniyədir və ilk 5 saniyə ərzində cisim bərabər yavaşlayan hərəkət edəcək. Deməli, 5-ci saniyənin sonunda cismin sürəti 0 olacaq. 10-cu saniyənin sonundakı sürəti hesablasaq, bu tənlikdə, yəni qeyd etdiyimiz tənlikdə t-ni yerinə 6 yazaq, bərabər olacaq modulda 30 çıxılsın, 6 vur 10, o da bərabərdir 30 metr bölünmüş saniyə. Yəni 10-cu saniyənin sonunda cismin sürəti yenə 30 metr bölünmüş saniyə olacaq. Bu hissədə isə qrafik bu şəkildədir. Beləliklə, cismin sürətinin modulunun zamandan asılı qrafiki şəkildə göstərilən qaydada çəkilməlidir. Başlanğıc halda sükunətdə olan avtomobilin təcilinin modulunun zamandan asılı qrafiki verilmişdir. 88-ci situasiya tapşırığı. İlk 10 saniyə ərzində avtomobilin necə hərəkət etdiyini yazın. Cavabınıza əsaslandırın. Şərtə əsasən avtomobil başlanğıc anda sükunətdədir. Yəni avtomobilin başlanğıc sürəti 0-a bərabərdir. Qrafikdən göründüyü kimi ilk 5 saniyə ərzində avtomobil A bərabərdir 4 metr bölünmüş saniyə kvadratı təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edir. Bu hal üçün avtomobilin sürətinin zamandan asılılıq tənliyi V bərabərdir A vur T, o da bərabərdir 4 vurulsun T şəklində olacaq. 5-ci saniyənin sonunda avtomobilin sürəti V bərabərdir 4 vurulsun 5, o da bərabərdir 20 metr bölünmüş saniyə olacaq. 5-ci saniyənin sonundan etibarən 10-cu saniyəyə qədər avtomobilin təcili 0-a bərabər olacaq. Bunu A2 ilə işarə etsək, A2 bərabərdir 0. Başqa sözlə, 5-ci saniyənin sonundan etibarən avtomobil 20 metr bölünmüş saniyə sürətlə düz xəttli, bərabər sürətli hərəkət edəcək. 89-cu situasiya sualı. İlk 10 saniyə ərzində avtomobilin sürətinin modulunun zamandan asılılıq qrafikini çəkin. Qrafiki asıllıqda 5-ci saniyənin sonuna uyğun sürətin qiymətini yazın. Mötərizədə qrafiki asıllıqda sürətin qiymətini metr bölünmüş saniyə, zamanı saniyə ilə ifadə edin. Şərtə əsasən avtomobilin başlanğıc sürəti 0-a bərabərdir. Qrafikdən göründüyü kimi ilk 5 saniyə ərzində avtomobil 4 metr bölünmüş saniyə kvadratı təcillə düz xəttli bərabər yeyinləşən hərəkət edir. Bu hala uyğun avtomobilin sürətinin zamandan asılılıq tənliyi V bərabərdir 4T şəklində olacaq. Deməli, ilk 5 saniyə ərzində avtomobilin sürəti zamanla düz mütənasib artacaq və 5-ci saniyənin sonunda avtomobilin sürəti 4 vur 5 bərabərdir 20 metr bölünmüş saniyə olacaq. 5-ci saniyənin sonunda avtomobilin təcili 0-a bərabərdir. 5-ci saniyənin sonundan 10-cu saniyəyə qədər deməli avtomobil 20 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətlə hərəkət edəcək. Yəni təcil 0-a bərabər olduğundan avtomobil 5-ci saniyənin sonundan etibarən 20 metr bölünmüş saniyə sürətlə düz xəttli bərabər sürətli hərəkət edəcək. İlk 10 saniyə ərzində avtomobilin sürətinin zamandan asılı qrafikini çəksək, sürət metr bölünmüş saniyə ilə ifadə edək, zamanı da saniyə. Deməli, ilk 5 saniyə ərzində avtomobilin sürəti zamanla düz mütənasib artır və 5-ci saniyənin sonunda avtomobilin sürəti 20 metr saniyəyə bərabər olur. Qrafiki çəksək, düz mütənasib qrafikini çəksək, belə olacaq. Sonraki 5 saniyə ərzində, yəni 5-ci saniyənin sonunda 10-cu saniyəyə qədər avtomobil düz xəttli bərabər sürətlə hərəkət edəcək. Yəni
Son 5 saniyə ərzində avtomobil 20 metr bölünmüş saniyə sürətlə düz xətti bərabər sürətlə hərəkət edəcək. Beləliklə, ilk 10 saniyə ərzində avtomobilin sürətinin zamandan asılı qrafiki şəkildə göstərilən kimi çəkilməlidir. 90-cı situasiya tapşırığı. İlk 10 saniyə ərzində avtomobilin getdiyi yolu hesablayın. Avtomobilin getdiyi yolu 2 üsulla hesablamaq olar. Əvvəlki situasiya tapşırığında çəkilmiş sürət zaman qrafikindən istifadə edərək avtomobilin getdiyi yolu birinci hesablaya bilərik. Məlumdur ki, sürət zaman qrafikində grafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi gedilən yola bərabərdir. Baxılan halda bu fiqur trapesiyadır. Trapesiyanın sahəsini hesablasaq, deməli, S yol bərabər olacaq 10 üstəgəl 5 bölünmüş 2 vurulsun 20. 20-ni 2-yə bölsək 10, vursa 15-ə eləyəcək 150. Deməli, 10 saniyə ərzində gedilən yol 150 metrdir. İkinci üsul. Təcil zaman qrafikindən göründüyü kimi, avtomobil sükunət vəziyyətindən 4 metr bölünmüş saniyə kvadratı təcillə hərəkətə başlayır və ilk 5 saniyə ərzində sabit təcillə hərəkətini davam etdirir. Deməli, ilk 5 saniyə ərzində avtomobilin getdiyi yolu S1 bərabərdir. A vurulsun T1 kvadratı bölünmüş 2 ifadəsinə əsasən hesablaya bilərik. Bərabərdir A qrafikdən gördüyü kimi 4 metr bölünmüş saniyə kvadratı. T'nin yerinə 5 yazaq. 5'in kvadratı bölünmüş 2. O da bərabər olacaq 50 metr. Sonraki 5 saniyə ərzində, yəni 5-ci saniyənin sonundan 10-cu saniyənin sonuna qədər avtomobilin təcili 0-a bərabərdir və avtomobil 20 metr saniyə sürətlə düz xətti bərabər sürətlə hərəkət edir. Onda bu halda gedilən yol S2 bərabərdir V vurulsun T2, o da bərabərdir 20 vurulsun 5 bərabərdir 100 metr. Ümumi gedilən yol S bərabərdir S1 üstəgəl S2, S1 50 metrdir, S2 də 100 metr. Deməli, 10 saniyə ərzində avtomobil 150 metr yol gedəcək.